Bildiğiniz kimi, ötən gecə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump dünyanı hətta hədələmişdi ki, bugün İran sivilizasiyasına çox şiddətli bir zərbə ola bilər. Ancaq çox maraqlıdır ki, nə baş verdisə, gecə saatlarında bu iddialarından geri çəkilən Donald Trump Amerika Birləşmiş Ştatları və İran arasında atəşkəslə bağlı 2 həftəlik bir bəyanatın olduğunu dilə gətirdi və bununla bağlı həm İran, həm də Amerika Birləşmiş Ştatları növbəti bəyanatlarını yaydı. İndi isə ən aktual sual bundan ibarətdir. Kim qalib gəldi? Amerika Birləşmiş Ştatları və İsrail, yoxsa İran? Bax, bu suallarımızı keçmiş Maliyyə Naziri Profesör Fikrət Yusifovdan soruşacağıq. Burada qalib yoxdur. Yəni, nə Amerika qalib gəldi, nə İran qalib gəldi, bu birinci. İkinci də ki, hələ bu müharibə bitməyibdi. Sadəcə olaraq 2 həftəlik atəşkəs elan olunubdu. Tərəflər arasında o qədər böyük ziddiyyətlər var ki, yəni məqamlar sülh danışıqları ətrafında, bir masaya oturmalar ətrafında o qədər ziddiyyətli məqamlar var ki, açığı mən inanmıram ki, 2 həftədən sonra və yaxud da 2 həftənin ərzində nələrsə baş verməyəcəkdir və yenidən də bu ateşkəs dediyimiz bir razılaşma pozulmayacaqdır. Sülhə inanmıram. Burada tərəflərin arasında bir ortaq nöqtəni görmürəm. Ona görə belə deyək də, hər iki tərəf cığaldı. Bir qədər də belə səmimi deyək. Hər iki tərəf cığaldı. Ona tərəflər cığal olduqlarına görə siyasi cığallıq edib yenə də ateşkəsdə bozacaqlar və bu müharibə davam edəcəkdir.